Hörmətli izləyicilər, Balakən rayon Tülü kəndi. Gördüyünüz bu gözəl ev satılır. İndi sizə ev haqqında ətraflı bir məlumat verəcəm. Ev yerləşir Tülü Hənifə kəsişməsində. Qarşısından marşrut xətti keçir. Çox gözəl yerdə yerləşir. 15 dəqiqədən bir marşrut xəttləri işləyir. Ümumi torpaq sahəsi 25 sotdan ibarətdir. Həyətyanıdır. Çıxarışı mövcuddur. Yəni sənədləri tam qaydasında. İndi sizə evin daxilini ətraflı göstərəcəm. Daxil olduq evin içərisinə. Birinci mərtəbədir. Mərtəbə arası olan hündürlük 2 metrə 70 santimdir. Bu da yaxşı bir göstəricidir hündürlüyə görə. Gördüyünüz birinci mərtəbə təmir olunmayıb. Qaraj hissəsidir. Qaraj kimi nəzərdə tutulan bir yerdir. Ayıq yolu sanuzelidir. Və bu mətbəxdir və digər otağı kimi nəzərdə tutulub. Bu da gördüyünüz giriş zalıdır. İndi qalxırıq ikinci mərtəbəyə. Gözəl, bahalı materiallardan istifadə olunub bu evdə. Bu isə ikinci mərtəbə. Daxil olduq ikinci mərtəbəyə. Gözəl, geniş bir zal hissəsi vardı. Çox gözəl sərgəli təmir olunub, dizayn verilib. Bahalı aboylardan istifadə olunub. Yataq otağıdır. Ev kombi sistemi ilə təchis olunub. Yəni istilik sistemi kombidən ibarətdir. Mətbəxidir. Gördüyünüz əşyalar hamısı evin daxilində qalacaqdır. Bu evin ayaq yolu sanuzeli bir yerdə. İkinci yataq otağı. Bu isə üçüncü yataq otağıdır. Gördüyünüz bu əşyalar hamısı evin daxilində qalacaqdır. Gözəl bir ev. Sənədləri qaydasında. Qarşısından marşrutlar işləyir 15 dəqiqədən bir. Yəni ki, Qabaqçöl vağzalına yaxın bir ərazidə, hardasa 600-700 metr bir məsafədə yerləşir. Qiyməti videonun altında qeyd olunacaqdır. Diqqətinizə görə çox sağ olun, minnətdaram. Bizi izləməkdə davam edin. Sağ olun.